اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم زينني فيه بالستر والعفاف، واسترني فيه بلباس الخنوع والكفاف، واحملني فيه على العدل والإنصاف، وآمني فيه من كل ما أخاف بعصمتك يا عصمة الخائفين. بسم الله الرحمن الرحيم. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin el ma'sumin. Ve la'nu daimu ala a'daihim ecma'in minel an ila yevmiddin. Ramazan ayının 12. gününün duası ve onun muhtasar şerhi. Allahümme zeyyinni fihi bis setri vel ifaf. Değerli bazı kardeşlerim, bugünkü günde mübarek Ramazan ayının 12. gününde Allah Teala'dan dileyimiz, isteğimiz bunlardır. Ey Allah, Perverdigara, bugünkü gün məni zinetlendir, günahlarımı üstünü örtmek ve mənə iffət bəxş etməklə, məni iffətli etməklə, günahlarımı örtməklə məni zinetli et. İffət nədir? İffət ruhun bəzəyidir. İnsanın ruhunun zinəti, bəzəyi iffətdir. İffətin tərifi haqqında buyrulur: El-iffətu husulu haletin lin-nəfs temna'u biha en gələbəti şəhvə. Yəni, insanın nəfsində bir halət ki, hasil olur. İffət odur ki, insanın daxilində, nəfsində bir halət var ki, şəhvətin qələbə, şəhvətin yüksəlməsinə, şəhvətin qol qanad açıb ki, inkişaf etməsinin qarşısını alandır. Şəhvəti boğan bir his var, halət var, ona deyərlər iffət. Qur'an-ı Kərimdə neçə yerdə Allah Teala ki, iffət sözünü işlədibdir. Biri də Nur surasının 33-cü ayəsində ki, o kəslər ki, xüsusən o cavanlar ki, evlənməyə qadir deyirlər, evlənmək imkanı hələ yoxdur, nəfsi onları çəkir həram işlərə tərəf, gərək onlar iffətli olsunlar ki, çəkinsinlər günahdan, abır həya etsinlər. وَلْيَسْتَعْفِفِ الَّذ۪ينَ لَا يَجِدُونَ نِكَاحًا. Evlənmək imkanı olmayan hələ, evlənə bilməyənlər o dövrdə iffətli olsunlar, abır həyaların qorusunlar, hərama mürtəkib olmaqdan çəkinsinlər, həya edib, iffətli olub, o işdən, zina və sair o işlərdən, günah işlərdən uzaq olsunlar. Bəli, Allahım bugünkü gündə günahlarımı örtmək və iffətli etməklə məni zinətləndir yine. Günahları örtmək. Allah Teala'nın bir adı da Settarul Uyub'dur. Eyibləri örtən Allah. Hədis-i şərifdə oxuyuruq. Əhl-i Beyt əleyhissalam buyurublar: İndəmā yəmutul mümin yəqulullahu Teala. Elə ki, mümin ki, bir şəxs Allah'a inanan, Allah'a iman gətirən bir mümin bir kəs ki, ölüb ki, dünyasını tərk edir, ölən zaman Allah belə deyər: Abdi, ləqəd sətərtü aleykə uyğubən. Ey mənim bəndəm, sənin eyiblərin üstünü örtdüm. Mən açıb ağartmadım. Mən sənin eyiblərini göstərmədim. O eyiblər ki, hansı ki, lav əlimə biha əhluk, sənin öz ailən, öz ailə uşağın əgər bilsəydi, ondan xəbərdar olsaydı, yatrukuna cüssətək, sənin cüssəvi elə yerdə qoyarlar, səni heç dəfn etməzdilər, yaxın durmazdılar sənə. Ki, özünlə Allah arasında elə eyiblərin, elə qüsurların var, elə günahlar etmisən ki, mən onları, Allah Teala deyər, ey mənim bəndəm, mən onları örtdüm,
onları açıb ağartmadım. Mən onları gizlətdim ki, hansı ki onların üstü açılsaydı, faş olsaydı, əhli əyalın sənə yaxın durmazdı. Ey mənim Allahım, bugünkü gündə mənim günahlarımı örtməklə və mənə iffət bəxş etməklə məni zinətləndir yine. Bir şəxs İmam Baqir əleyhissalatu vesselamdan soruşdu. Yəbnə Resulillah, inni zəiful əməl. Mənim əməlim çox az, zəiful əməl, əməli zəif olan bir şəxsəm. Qalilus siyam, çox orucum yoxdur, ancaq mübarək Ramazan ayının orucunu edə bilirəm, bu bir ay oruc tutum. Lakin bir şeyə möhkəm ümidim vardı. Ərcu ən la akula illə halalan. Mən halal gözləyirəm, yeməyim halaldır, daim haram yeməkdən çəkinmişəm. Bu işdə diqqətliyəm. Bətinin iffəti var, dəyərli bacı qardaşlarım. İffət neçə cür var? Bətinin iffəti, qarnın da iffəti var. İnsan iffətini qoruya, hər nə gəldi, hər hansı bir süfrədə əyləşməyə, həram və hətta şübhəli yeməklərdən gərək abır-həya eləyib çəkinsin. Ey imam, çox ibadətim yox, ancaq vacibləri yerinə yetirə bilirəm. Ancaq Ramazan ayının orucunu tuta bilirəm, çoxlu müstəhəb oruclar tuta bilmirəm. Amma ümidim bunadır ki, mən yalnız və yalnız halal yemək axtarmışam, halal ruzu axtarmışam. Həzrət buyurdu, əyyul ictihad əftəlu min haza. Bundan üstün bir Allah yolunda çalışmaq varmı? Düzdür, çoxlu namaz, çoxlu oruc, bunların savabı böyükdür. Amma bunlardan da böyük, bunlardan da daha önemli odur ki, insan halal, harama diqqət edir. Halal ruzu dalıca gedər, halal axtarar. Vacibləri yalnız yerinə yetir, amma halal, harama diqqət elə, bu ən böyük çalışmaqlıqdır, ən böyük ictihaddır. Və ikinci diləyimiz bugünkü gün Allah Teala'dan budur. Vesturni fihi bi libasil qunu'i vel kefaf. Allah bugünkü gündə mənə qənaət və kifayətlənmək libasını geyindir. Məni qənaət edən, yəni israfdan uzaq olan. Allah həqiqətən israfçıları sevməz. İnnəllaha la yuhibbul musrifin. İnnehu la yuhibbul musrifin. Həqiqətən Allah israf edənləri sevməz. Allah məni israfçılardan yox, bəlkə qənaət edənlərdən və verdiyin ruzu ilə kifayətlənən bəndələrindən qərar ver. Mənə qənaət və kifayətlənmək libasını geyindir. Qənaət barəsində Əhl-i Beyt əleyhissalam buyurublar, Əl-qənaətu malun la yanfəd. Qənaət elə bir maldır ki, heç zaman tükənməz. Bir insanın çoxlu qazancı ola bilər, lakin israfçı olarsa, qənaəti olmazsa, daim ehtiyac içində olar. Amma bir insanın müəyyən qədər bir ruzusu, dolanışığı var, maaşı var, lakin o bizim sözlə ayağını yorğanına görə uzadandır, israfdan qaçandır. Belə bir şəxs ehtiyac içində olmaz. Səmərətul qənaə əl-izz. Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vesselam buyurubdur ki, qənaətin səmərəsi odur ki, insana izzət bəxş edir, başı ucalıq bəxş edir. Kiminsə yanında kiçilmə, əskilmə, başı aşağılıq gətirməz. Qənaət insanın başını uca eləyər. La kənzə əğna minəl qənaə. Həzrət buyurubdur ki, qənaət kimi dövlətli, yüksək bir xəzinə. Makedoniyalı İskəndərin zamanında bir Ducans adında bir həkim, bir elm sahibi, bir alim, bir filosof ki yaşayıbdır. Bir gün onu mükafatlandırmaqdan ötəri İskəndər, Makedoniyalı İskəndər bəlkə məmur göndərir ki, bəs o alimi çağırın mənim sarayıma gəlsin. Əvvəla alimə gərək ehtiram edib, özü gərək gedərdi. Əgər onu dəyərləndirmək istəyir, mükafatlandırmaq istəyirsə, özü gərək gedərdi. Elmə olan məhəbbəti, elmə olan dəyərini nümayiş etdirməliydi. Lakin ki, deyir, onu götürün, gəlin, çağırın mənim sarayıma. Ki, buna bir bəxşiş verəcək, yəni alimə mükafat vermək istəyir, dəyərləndirmək istəyir.
Həmin o şəxs, xadim ki, saraydan gedən xadim ki, bu alimin evinə gəlir ki, deyir, bəs hökmdar səni çağırır. Belə bir söz deyir. Get hökmdara deyinə. İnnellezî mena'ke minel mesir ileynâ huvellezî mena'ne minel mesir ileyk. O şey ki, sənə mani olubdur, qoymayıb sən mənim qapıma gələsən, mənim evimə gələsən, ey hökmdar. Sənə mani olan, elə mənə də manidir ki, məni qoymur, mən gedim sənə tərəf, sənin sarayına tərəf. Nədir? Sənin mənə ehtiyacın yoxdur. Ki, sənin sərvətin çox geniş, sərvətin çoxluğu, cahi cəlalın manidir ki, bir hökmdar gəlsin, mənim kimisinin daxmasına, onun qapısını açıb daxil olsun. Bəli, mənim də qənaətim var, mənim də bir malım var, mülküm var ki, ona qənaət deyərlər. Qazandığımı qənaətlə işlədirəm və sənə, sənin yanında olanlara ehtiyacım yoxdur. Həmin o ehtiyacsızlıq, o da manidir ki, mən durum gəlim sənin sarayına. Necə ki, sən gəlməmsən, mən də o cürə. Sənin ehtiyacın yoxdur mənə, mənim də ehtiyacım yoxdur ki, məni səndən ehtiyacsız edən o sərvətin adı qənaətdir. Qur'an-ı Kerimdə Allah Teala buyurur: "Mən amilə salihan min zəkerin aw unsa və huve mu'minun." Hər kəs bir yaxşı iş görərsə, salih əməl görərsə, mömin olar. Fərqi yoxdur. Kişi ola ya qadın, mömin kişi ya möminə xanım. Yaxşı əməl sahibidirsə, o möminə Allahın ona mükafatı nədir dəyərli izləyicilər? Allah Teala bu ki, فَلَنُحْيِيَنَّهُ حَيَاتًا تَيِّبًا. Bir dünyada mükafatı var, bir də ahirətdə. Ahirətdəki ilahi mükafat behişt, rizvanullah və dünyada mükafatı Allah bu ki, həyaten təyyibə, ona pak, təmiz həyat bəxş eləyəcəyik. Və lənəzziyənləhu əcrəhum. Və ahirətdə də onun mükafatı var. Bu təmiz, pak həyatdan məqsəd nədir bu ayədə? İmam Sadiq əleyhissalatu vesselamdan bu ayəni soruşdular ki, Yəbnə Rəsulillah, Allah Teala buyur ki, bir şəxs, istər kişi olsun, istər qadın, imanlı bir kəs, əgər salih əməl görərsə, Allah Teala dünyada ona pak həyat bəxş edir və ahirətdə də mükafatı var. Dünyadakı pak həyatdan, həyaten təyyibə kəlməsindən məqsəd nədir? Həzrət buyurdu ki, yəni Allah Teala ona elə bir ömür verər ki, elə bir həyat ki, qənaətçil olar. Qənaətlə yaşayan bir ömür ona bəxş edir. Qənaətlə yaşamaq pak həyatdır. Bəli, ey mənim Allahım, bugünkü gündə mənə qənaət və kifayətlənmək libasını geyindir, məni vadar elə, məni gücləndir. Ey mənim Allahım, bugünkü gündə ədalətli və insaflı olmalı. وَحْمِلْنِ فِيهِ عَلَى الْعَدْلِ وَالْاِنْصَافِ اِعْدِلُهُ وَاَقْرَبُ لِلتَّقْوَى. Allah Teala Kur'an-ı Kerim'de buyuruyor ki, ədalətli olun. Çünkü ədalətli olmaq təqvanın nişanəsi, əlamətidir. Təqvaya yaxın olan bir şeydir. İnnəllaha ya'muru bil-'adl. Allah Teala neçə şeyə Qur'anda əmr edir. Peyğəmbər Allah əmr edir ki, ədalətli olmaq, ehsan etmək və yaxınların, qohum əqrabaların haqqını əda etmək. Həzrət Əmirul Müminin əleyhissalatu vesselam, Əhl-i Beyt əleyhissalam ki, Allahın salamı olsun onlara, ki bir neçə sifarişləri var bu xüsusda. La yekunul mu'min mu'minen hatta yuhibbe li ahihi ma yuhibbe li nefsi. Mümin o zaman həqiqi mümin olar ki, özü üçün sevdiyini, istədiyi öz mümin qardaşı üçün də istəsin. Özünə rəva gördüyünü başqalarına da rəva görsün. Özünə rəva görmədiyini, özü üçün sevmədiyini başqaları üçün də sevməsin. Yəni insaflı olsun, yəni ədalətli olsun. İnsaflı, ədalətli olarsa, onda bəli, həqiqi mömin olar. Əleyhissalatu vesselam ki, zəkatul qudrə əl-insaf. Qudrətin zəkatı var. Necə ki, əzizlərim, malın, dövlətin zəkatı var, xumusu var. Allah vacib buyurub, gücün, qudrətin də zəkatı var. Bir şəxs əgər qüvvət sahibidirsə, güc sahibidirsə, vəzifə sahibidirsə,
Onun zəkatı odur ki, insaflı, ədalətli olmaqdır. Allah dualarımızı qəbul et və aminni fihi min kulli ma əxafu bi ismətkə ya ismətəl xaifin. Ey qorxanları qoruyan, ey qorxanların, Allah xofu qəlbində olanların, qiyamət gününün qorxusu qəlbində olanları qoruyan, onlara ismət bəxş eləyən Allah öz ismətin xatirinə bütün qorxduğum şeylərdən məni amanda saxla. Allah Teala dualarınızı qəbul etsin. Sallallahu ala Muhammedin ve alihi teyyibine tahirin.